Qərbi Azərbaycan televiziyasının tamaşaçılarını salamlayıram. Dekabrın 18-də Qərbi Azərbaycandan Azərbaycanlıların deportasiyası ilə bağlı ümumi lider Heydər Əliyev verdiyi fərmanın ildönümüdür. Və bu tarix Azərbaycanlıların 20-ci əsrdə başına gətirilən kütləvi qırğınlar, soyqırımları, deportasiyalarının bir mərhələsidir. Və bu məsələyə aydınlıq gətirmək istərdim ki, nəyə görə 1948-53-cü illər Azərbaycanlıların deportasiyası haqqında qərar verildi? Buna gələn bir yol var. Bilirsiniz ki, İkinci Dünya Müharibəsi illərində Almaniya ilə Türkiyə müttəfiq idi və İkinci Dünya Müharibəsinin sonuna yaxın Türkiyə Almaniya ilə əlaqələrini kəsdi, hətta ona müharibə elan elədi. Buna baxmayaraq, o dövrki Stalin rəhbərliyi, xüsusən də Stalin Türkiyəni cəzalandırmaq istəyirdi. Və 1914-cü il Rusiya-Türkiyə sərhədlərini bərpa eləmək, yəni Qars, Ərdahan o bölgələri yenidən Rusiya ələ keçirmək istəyirdi. Və bunun üçün də o ərazilərin məskunlaşdırmaq məsələsi ortaya çıxmışdı. Ermənilər də bunu bilirdilər. Və ona görə də onlar da müraciət edildilər ki, bir halda ki, Sovet hökuməti Qarsı, Ərdahanı geri alacaq, onda həmin əraziləri xaricdə yaşayan ermənilərlə gətirib məskunlaşdırmaq lazımdır. Və beləcə də 1945-ci ildə noyabrın 21-də İSR Nazirlər Soveti qərar verdi ki, deməli, xaricdən gələn ermənilərə birbaşa Ermənistan vətəndaşlığı verilsin. Və buna qədər də, deməli, 1945-ci ilin aprelin 19-da, deməli, erməni İsmiyazın kilsəsinin katolikosluğunun namizəd, arxiyepiskop Nerses Çörəkçiyan Stalinlə görüşür. Və orada məsələni müzakirə edirlər. Və Stalin deyir ki, biz tezliklə bir qərar qəbul edəcəyik. Xaricdən gələn erməniləri burada məskunlaşdırmaq, əvvəlcə Ermənistanda məskunlaşdırmaq, sonra isə onları köçürüb Qarsda və Ərdahanda vilayətlərdə məskunlaşdırmaq lazımdır və bu işdə siz bizə kömək eləməlisiniz. Və bundan sonra Ermənistan, deməli, xaricdəki erməni diaspor təşkilatları, o zamanki Daşnaqsutun və Ramkavar, Azadakan partiyaları dünya ermənilərlə müraciət yaydılar ki, siz Türkiyə ərazisində, Türkiyə ərazilər boşaldılacaq, siz oraya deməli, məskunlaşmaq istəyən adamlar o vaxt İSR-nin həmin ölkələrdəki səfirliklərinə müraciət eləsinlər və bunların siyahı alması keçirildi. Və o vaxt Ermənistan Mərkəzi Komitəsinin birinci katibi Harutyunov idi. Harutyunov Stalinlə məruzə elədi ki, 300 min erməni artıq xaricdən Ermənistana gəlib yığışmaq istəyirlər. Və beləcə də zəmin hazırlandı. Ancaq xaricdən gələn erməniləri burada məskunlaşdırmaq üçün, indiki Ermənistan arasında məskunlaşdırmaq üçün yer yox idi. Boş evlər yox, heç bir şərait yox. Və qərar alındı ki, deməli, fürsətdir, necə əvvəlki o mərhələlərdəki ermənilər tarix şəraitini verdiyi fürsətdən istifadə edilər. Fürsətdir ki, bu 100 min əgər erməni xaricdən gələcəksə, 100 min Azərbaycanlılarını buradan deportasiya eləmək, köçürmək adı altından bunları buradan çıxartmaq, xaricdən gələn erməniləri məskunlaşdırmaq lazımdır. Və beləcə də yazışmalar davam elədi və hətta Stalinlə məktublaşmalar var və eyni zamanda Bağırovun adına 1945-ci il noyabrda bir məktub gəlir ki, bu Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qoyulur. Naxçıvan və Qarabağın Ermənistana birləşdirilməsi məsələsi ermənilərin arzularını ifadə edirlər. Onda Bağırovun cavab məktubu var ki, biz bu şərtlə ki, Qarabağın Ermənistana Şuşa xaric, Dağlıq Qarabağın Ermənistana bir şərtlə birləşdirilməsinə razı olacaq ki, Əzbəyov, Qarabağlar və Vedi rayonları Naxçıvana birləşdirilsin. Və əgər bu hadisə baş vermiş olsaydı, Azərbaycan birbaşa Türkiyə ilə sərhədləməli gəldi. Və ermənilər buna imtina elədilər. Və bu məsələ beləcə qapandı. Lakin 1947-ci ildə dekabrın 23-də İSR Nazirlər Sovetinin sədri Stalin imzası ilə Azərbaycanlıların Ermənistan İSR ərazisindəki Ermənistan İSR-dən Azərbaycanın Kür Araz ovalarına köçürülməsi haqqında qərar qəbul edildi. Və bu qərar, birinci qərarın belə çox qısa bir məzmunu vardı. İlk qərarın belə ki, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə 50 min Azərbaycanlı Azərbaycana köçürsün. Və orada kolxozçuların və digər Azərbaycanlı əhalinin sözləri yazılmışdı qərarda. Kolxozçular bəlli idi. Kolxozçular Kür Araz ovalarına köçürürdülər ki, orada güya ki, Mingəçevir su elektrik stansiyasında istifadə veriləcək, orada suvarılan torpaqlar yaranacaq, Azərbaycanlıları orada göndərirlər ki, orada deməli,
pambıq yetişdirsinlər. Bəs o digər Azərbaycanlı əhali dedikdə isə burada İrəvan şəhərindən və Azərbaycanın Ermənistandakı Azərbaycanlılar yaşadıkları digər şəhərdəki Azərbaycanlıları köçürməsi nəzərdə tutulurdu. Halbuki onların Kür Araz ovalında onların heç bir işi yox idi. Və beləcə də deməli qərar qəbul olundu və bundan sonra deməli 48-ci ilin martın 10-unda ikinci qərar qəbul olundu. Çünki birinci qərarda o köçürmə şərtləri müəyyən edilməmişdi. Və o qərarda da artıq orada əhaliyə veriləcək o kompensasiya və s. köçürülmə şərtləri, necə köçürüləcəklər, hansı yollarla köçürüləcək bu müəyyən edilmişdi. Və orada da qərarda yazılmışdı, Azərbaycanlıların köçürüləcək evlərinə xaricdən gələn ermənilər məskunlaşdırılsın. Deməli, Azərbaycanlıların o 48-53-cü il deportasiyası illəri üçün planlar nəzərdə tutulmuşdu. Yaz planında köçürülməsi, bir də payız qrafiki vardı. Azərbaycanlıların 1948-53-cü il köçürülməsi zamanı deməli Azərbaycanda yaşayan 22 rayondan və 100 min əhalinin köçürülməsi planlaşdırıldı. Və beləcə də bu işlərə başlanıldı. Ancaq Azərbaycana köçürüləcək o əhalinin nəzərdə tutulması hansı ki, Azərbaycanın hansı rayonlarına köçürüləcəklərsə, onların tələm-tələsik qrafiki tutulmuşdu. Ancaq hazırlıq şeyi yox idi. Qəfildən Azərbaycanlıların köçürülmə vaqonlara doldurdular Azərbaycanlıları dəmir yolu stansiyalarında və onları yola salırdılar. Və burada Azərbaycana gələndən sonra onları burada yerləşdirməsi problemi ortaya çıxdı. Boş evlər yox, inzibati binalarda və s. müxtəlif o uçuq sökük yerlərdə hansı tələm-tələsik təmir edib Azərbaycana yerləşdirdilər. Ancaq gələn əhali yerləşdirmək mümkün olmadı hamısını. Hətta orada deməli xatirələr var, yazırlar ki, məsələn Azərbaycana aparıb tökürlər, ta ki ucarda bir stansiyada dayanır. Azərbaycana tökürlər çölün ortasına. Heç yerdə rayonların heç biri qəbul edə bilmir, yer yoxdur. Hətta deyək ki, məsələn orada körpülərin altında iri turbalar, o dəmir turbaların içərisində aylarla Azərbaycanlılar gecələməli oldular. O zaman yaxşı ki, o elə 48-dən sonra 50, 51, 52 köçürülən Azərbaycanlıları yerli hali, yəni Azərbaycan xalqı öz xalqına demək həyan oldu. Onları öz evlərində 2 otağı varsa birini bizim Qərbi Azərbaycandan gələn Azərbaycanlılara verdilər. Ancaq bundan problem həll olunmadı. Və Azərbaycanlılar orada məcbur olub özləri bir rayondan başqa bir rayona yer axtarırlar ki, xüsusən də ki, o dağ rayonundan gələn Azərbaycanlılar şanslılar ki, bu aran şəraitində o mil muğan zonasının iqliminə uyğunlaşmırdılar. Məsələn, bizim yaşadığımız Amasya rayonunun 4 kəndindən Azərbaycanlılar köçürüldü. Hansı ki, o Amasya rayonunun 6 aydan 9 aya qədər adətən qış olurdu. Yəni, orada bir 3 ay ancaq yaz mövsümü görmək olurdu. O anları köçürdülər Göyçayın, Ucarın kəndlərinin, hansı ki, o şəraiti dözə bilmədilər. Onların bir çoxu tələf oldular orada. Və beləcə, Azərbaycanlıların köçürülməsi ilə yanaşı, orada çox qəribə bir məsələ var ki, Azərbaycanda isə köçürmə işlərinə, deməli, Azərbaycan Nazirlər Sovetində Nerses Brutens rəhbərlik edirdi. Və Kənd Təsərrüfatı Nazirində müavini başqa bir erməni o işlərə məşğul olurlar. Yəni, təsəvvür edin ki, Azərbaycanlıların taliyini gətirib Bakıda da, Azərbaycanda da Ermənistandan köçürüb ermənilərə həvalə edirlər. İrəvan şəhərinin faciəsi böyüdü. Çünki İrəvan şəhəri də orada pedaqoji institut vardı, pedaqoji texnikum vardı, kənd təsərrüfatı texnikum vardı. Azərbaycanlıların deməli orada bir mədəni mərkəzi mühiti formalaşmışdı. Və ermənilər 48-ci ildən başladılar. İlk 48-ci il planına 250 ailənin İrəvandan köçürmə planına saldılar. Və onlar da gəldilər. Azərbaycanlılar da orada Ermənistanda, yəni İrəvanda yaşayan Azərbaycanın ərizələri var bizim dövlət arxasında. Onlar deyirlər ki, bizi Bakıya köçürün, Bakı ətrafına köçürün ki, Bakının ətrafındakı kəndlərdə biz meyvə tərəvəzi yetişdirə bilərik. Azərbaycana onun kənd təsərrüfatına töhfə verə bilərik. Ya Gəncənin ətrafında məskunlaşdırsınlar. Ancaq onlar deyirlər ki, yox, qrafik nəzərdə tutulub, qrafikdən kənara çıxmaq olmaz. Hətta o zaman Azərbaycan Nazirlər Sovetinin sədrinin Teymur Quliyevə məktubları var ki, biz artıq yerləşdirə bilmirik, bu proses dayandırılsın. Ancaq Moskvadan əmr gəlir ki, göstəriş gəlir ki, yox, bu proses dayandırıla bilməz və bu proses də axıra qədər başa çatdırılmalıdır. Və beləcə də Azərbaycanlıların bu proses uzandı. Çünki 48-də 3 ilə başa çatdırılası bu köçürülmə qrafiki 53-cü ilə qədər uzandı. Ancaq bu dövrdə isə artıq Azərbaycanlılar yenidən o əvvəlki zorla məskunlaşdıran rayonlardan iqlimi şəraiti münasib olan, məsələn, Qazax, Akstafa, Gədəbəy, Şəmkir və s. bölgələr Azərbaycanlılar artıq getdilər şimal rayonlarına, Xaçmaza və s. rayonların Azərbaycanlılar artıq getdilər özləri üçün yer axtardılar və onları da məskunlaşdırdılar.
Azərbaycan hökuməti onları orada məskunlaşdırıldı. Ancaq bu 53-cü ilə qədər davam elədi proses. Və orada bununla bərabər Azərbaycanlıların o İrəvanın mədəni mərkəz deməli belə hüququndan məhrum elədilər. Və o İrəvan Pedaqoji İnstitutunun Azərbaycanın İrəvan Qiyabi Pedaqoji İnstitutunun fakültələrini köçürdülər. İrəvan Pedaqoji Sinifini Xanlar rayonuna köçürdülər. Xanlar rayon mərkəzinə köçürdülər. Və beləcə də eyni zamanda İrəvan teatrını bağladılar. İrəvan teatrını Basarkeçər rayon mərkəzinə köçürdülər müvəqqəti olaraq, hansı ki orada demək olar ki, Azərbaycanlılar yaşamır və onlar sonradan o rayon o teatrı ləğv elədilər və sonradan isə 1967-ci ildə təzədən bu teatr öz-özünü bərpa edə bildi. Və ondan sonra oradakı Ermənistanda vəzifədə işləyən Azərbaycanlıları, məsələn o zaman Ermənistan Mərkəzi Komitəsinin sənaye və nəqliyyat üzrə katibi vardı Məmməd İskəndərov. Onu işdən azad elədilər, sonra hökumətə keçidlər elədilər və sonra ümumiyyətlə işdən azad elədilər. Sonra Ermənistan Ali Sovetinin sədri vardı, Mirzə Bəşirov. Onu Ali Partiya məktəbinə göndərmə adı ilə göndərdilər və geri qayıtmadı. Kənd Təsərrüfatının naziri Hüseyn Məmmədov işdən azad elədilər. Və beləcə Cümşüd Sultanov vardı, məsələn Mərkəzi Komitəsində işləyirdi, onu işdən azad elədilər. Azərbaycana oxumaq adı ilə göndərdilər ki, bunlar bir də geri qayıtmasınlar. Və beləcə də deməli 1948-53-cü illərdə hansı ki 22 rayondan Azərbaycanlıların köçürülməsi nəzərdə tutulmuşsa da 26 rayondan Azərbaycanlılar köçürüldülər. Və onlar uzun müddət onlar deməli o xəstəlikdən, o iqlimlə uyğunlaşmamaqdan, təhsildən yayındılar, o müxtəlif xəstəliklər tapdılar və sonrakı prosesdə isə Stalin ölümündən sonra Azərbaycanlıların bir qismi geri qayıtdılar. Çünki Ermənistan hökuməti onları qəbul etməyə məcbur oldu. Çünki o xaricdən gələn ermənilərin heç biri o Azərbaycanlıların yaşadıqları dağ kəndlərinə getmədilər. Məsələn, Qarabağlar rayonu vardı. 1937-ci ildə yaranmışdı. Qarabağlar rayonunun Azərbaycan kəndlərini demək olar hamısını boşaltdılar. Bir Vedivasara yaxın bir neçə kənddə Azərbaycanlıların bir qismi qala bildi. Qalan hamısını boşaltdılar və Qarabağlar rayonunu 1951-ci ildə ləğv elədilər. O rayon ləğv oldu çünki o rayon boşaldı tamamilə. Və beləcə də o Azərbaycanlıların o 48-53-cü ildə köçürülən Azərbaycanlıların bir qismi Stalinin ölümündən sonra Ermənistan hökuməti onları məcbur qəbul etməyə razılaşdı. Onların çünki əkin biçin lazımdır, heyvanların məhsullarını yetişdirmək lazım idi. Və ermənilər isə istəyirdilər ki, xaricdən gələn ermənilər onu şəhərdə məskunlaşsınlar, qəsəbələrdə, şəhərlərdə. Çünki onlar sənətkar idilər, onlar kənd yerlərindən gəlməmişlər, şəhərlərdən əsasən. Ərəb ölkələrindən, İrandan və s. Avropa ölkələrindən gələn erməni ailələrdir. Onlar kənd yerində məskunlaşmadılar və beləcə də o Azərbaycanlıların Zəngibasarın, Vedibasarın bir sıra kəndlərindən başqa xaricdən gələn ermənilər Ermənistanın heç bir dağ rayonuna getmədilər. Və beləcə də deməli Azərbaycanlıların bir qismi sonradan öz tarixi torpaqlarına, yəni tarixi etnik torpaqlı yaşadılar kəndlərə qayıda bildilər. Və bununla da deməli ermənilər Azərbaycanlıların o 20-ci əsrdə o başladılar 1905-6-cı illərdə, 18-20-ci illərdə, 30-cu illərdə o repressiyası dövrü ki, sərhəd bu Azərbaycanlıları oradan ermənilər təmizləmə fürsəti əldə etmişlər. 48-53-cü illərdə də ermənilər Azərbaycanlıların deməli o əhalisinin, o etnik tərkibinin deməli azaldılması siyasətini həyata keçirdilər və buna qismən nail oldular. Ancaq Azərbaycanlılar öz torpaqlarına bağlı olduqlarına görə, öz dədəva torpaqları olduqlarına görə zaman-zaman onların bir qismi geri qayıtdılar. Və eləcə də 1988-ci il hadisələri ki, bu Qarabağa erməni separatizm başlamasının nəticəsində Azərbaycanda %90-dan artıq sırf Azərbaycanlı yaşayış məntəqəsi vardı. 90-a yaxın ermənilərlə və digər Rus Balakanlarla yaşayış məntəqələri vardı. Və ermənilər bununla Azərbaycanlıların deməli o 20-ci əsrdəki o başladıqları o proses ki vardı ki, Azərbaycanlılara qarşı etnik təmizləmə, monoetnik erməni dövləti yaratması prosesini ki başlamışdılar. 1988-89-cu illərdə və 91-ci ildə hansı ki axırıncı nüvədi kəndi Ermənistanda, Ermənistan əslində boşaldıqdan sonra Ermənistan monoetnik dövləti yarandı. Ancaq bununla bərabər ermənilər uduzdular əslində qalanda. Yəni Azərbaycanlılar orada hesab edirlər ki, Azərbaycanlıları deportasiya edib etnik təmizləmə həyata keçirəcəklər. Ermənilər Bakıda, Azərbaycanın başqa rayonlarında, Qarabağda yaşayacaqlar. Onlar orada həmişəlik yaşayacaqlar. Ancaq onların planını baş tutmadı. Təbii ki, ermənilər özləri Azərbaycandan təmizləməli oldular. Nəticədə öz siyasətlərinin yeritdiyi o Azərbaycana qarşı yeritdiyi siyasətin qurbanı oldular. Azərbaycanlılar ağ günə çıxdılar əslində qalanda. Məsələn, Azərbaycan düzdür, biz qayıtmaq istəyirik torpaqlarımıza.
öz vətənimizdir, oralar biz 100 illərdən, 1000 illərdən bizim babalarımızın, dədələrimizin qurduqları ocaqlardır. İnşallah şərait yaranırsa Azərbaycanlılar ora sülh şəraitində, beynəlxalq hüququn verdiyi təminat əsasında Azərbaycanlılar öz tarixi, etnik torpaqlarına qayıdıb yaşamağa hazırdırlar.